Salam, əziz uşaqlar. Canlılar mühitə uyğunlaşa bilmədikdə nə baş verir mövzusuna başlayaq. Yaşayış mühitlərində hansı dəyişikliklər baş verə bilər? Yəni, ətraf mühitdə baş verən dəyişikliklər bitki, heyvan və digər canlılara birbaşa və dolayısıyla təsir göstərir. Yaşayış mühiti yanğınlar, quraqlıqlar, daşqınlar kimi təbii hadisələr və insan fəaliyyəti nəticəsində dəyişə bilər. Canlılar yaşayış mühitindəki dəyişikliklərə uyğunlaşa bilmədikdə başqa ərazilərə köç edir və ya məhv olur. Bəzən dəyişikliklər o qədər geniş əraziləri əhatə edə bilər ki, köçmək üçün heç bir yer qalmaz. Nəticədə bu canlıların nəsli kəsilir və ya nəsli kəsilmək təhlükəsi altına düşür. Nəsli kəsilmiş heyvanlar: yunlu mamont, dado quşu, qılınc dişli pələng və Tasmaniya canavarı. Hazırda bir çox bitki və heyvanların sayı çox azaldığı üçün onların nəsli kəsilmək təhlükəsi var. Nəsli kəsilməkdə olan heyvanlar: Xəzər su itisi, bezuar keçisi və qaya balığı. Bitkilər başqa ərazilərə köçə bilmir. Ona görə də belə gözlənilməz dəyişikliklərə uyğunlaşa bilmədikdə onların sayı azalır. Nəsli kəsilməkdə olan bitkilər: şabalıd yarpaq palıd, zərif meşə novruzu və xar bülbül. Beynəlxalq Təbiəti Mühafizə İttifaqı nəsli kəsilməkdə olan bitki və heyvanları siyahıya alır və onları qorumaq üçün tədbirlər görür. Təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan, bitki və göbələklərin mühafizəsinin səmərəli üsullarından biri də onların qırmızı kitaba daxil edilməsidir. Qırmızı kitabın hər 10 ildən bir nəşr olunması nəzərdə tutulmuşdur. Diqqətinizə görə sağ olun.